Değerli izleyicilerimiz, Rusiyada etkin düşen bir Azərbaycanlı iş adamı ilə bağlı xəbərimiz var. Belə ki, Rusiyanın Sverdlovsk vilayətində etkin düşmüş Azərbaycanlı İlqar Xanadanov ölü tapılıb. Bu barədə Rusiya kütləvi informasiya vasitələri xəbər verib və 49 yaşlı iş adamının 24 oktyabrda Zaretni şəhərində yoxa çıxdığı da bildirilib. 5 günlük axtarışdan sonra ailəsinə onun meyidinin tapıldığı xəbəri gəlib. Məlumata görə qatil Zaretnində kafe sahibi olub. Onun Xanadanovdan 2 milyon borc götürdüyü, ancaq qaytarmaq istəmədiyi bildirilir. Bu səbəbdən də onlar arasında münaqişə yaşanıb və Pavel arxadan balta ilə İlqarı vurub. Daha sonra isə cəsədini elə İlqarın öz Mercedesinə qoyaraq meşəyə apardığı deyilir. Təbii ki, İstintaq Komitəsi Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə qətl işi üzrə cinayət işi başladıb və Pavel barəsində tezliklə həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir. Onun 15 ilə qədər həbs cəzası alacağı ehtimal edilir. Allah rəhmət eləsin.